Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda ən asan, tez bir vaxtda hazırlanan pirajki reseptini sizinlə paylaşıram. Mayasız xəmirlə hazırlanan, qabardıqca qabaran, çox dadlı, yumuşaq pirajkilər alınır. İndi keçək pirajkinin hazırlanmasına. Bunun üçün əvvəlcə içliyi hazırlayıram. İçli kartofludur. 2 ədəd iri kartofu qabığını soyub doğramışam. Üzərinə su, duz əlavə edib qoyuram pişməyə. Kartof pişənə qədər xəmiri yoğururam. Xəmir üçün qaba 1 stəkan otaq temperaturunda olan qatığı əlavə edirəm. Üzərinə yarım çay qaşığı soda əlavə edib qarışdırıram. Soda qatıqda aktivləşir. Qatığın üstündə belə köpüklər əmələ gələndən sonra üzərinə 1 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Xəmir üçün qaba 1 xörək qaşığı da bitki yağı əlavə edəndən sonra bu ərzaqları da biraz yaxşı qarışdırıram. Pirajki üçün istifadə etdiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Qaba un töküb xəmir yoğururam. Unun bir hissəsini qaba əlavə edirəm. Yarım çay qaşığı da duz. Əvvəlcə bunları biraz qarışdırıram. Pirajkinin xəmiri yumuşaq, ələ yapışan olmalıdır. Ona görə unu hissə əlavə edib xəmiri yoğururam. Artıq çətin olduqda yenə un əlavə edib xəmir yoğururam. Xəmir üçün 2 stəkan yarım un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Sonda xəmirin üzərinə 1 çay qaşığı qədər də bitki yağı əlavə edib xəmiri bir yerə yığıram. Belə gördüyünüz kimi çox yumuşaq, az ələ yapışan bir xəmir alındı. Xəmirin üstünü örtüb qoyuram bir kənara. Xəmiri yoğurana qədər kartoflar artıq qaynayır, demək olar ki bişib. Suyun süzəndən sonra bişmiş kartofları qaba tökürəm. Kartofu bişirəndə duz vurmuşdum, ona görə duz əlavə eləmirəm. Biraz üzərinə qara istiot səpirəm. Siz öz istədiyiniz ədvanı əlavə eləyə bilərsiniz. 1 ədəd xırda soğanı da 2-3 yemək qaşığı yağda qızılı rəngi olana qədər qovurmuşam. Onu da kartofun üstünə əlavə eləyirəm. İçliyi də yaxşı qarışdırandan sonra keçirəm pirajkini hazırlamağa. Pirajkiyə un vurmuram. Elə dəzgahın üstünü bitki yağı ilə biraz yağlayandan sonra xəmiri dəzgahın üstünə qoyuram. Videoda göstərdiyim kimi əlimlə xəmirdən sıxaraq parçalara ayırıram. Yoğurduğum xəmiri gözə yarı 10 hissəyə böldüm. Pirajkiləri biraz iri hazırladım, amma siz sayının çox olmağını istəyirsinizsə, onda daha xırda ölçü ilə kəsə bilərsiniz. Xəmirə şəkil vermirəm, elə kəsdiyim xəmir parçalarından götürüb əlimlə üstündən biraz basdıraraq genişləndirirəm. Hazırladığım içlikdən bir dolu xörək qaşığı xəmirin ortasına qoyub pirajkiləri hazırlayıram. Videoda göstərdiyim kimi xəmirin kənar hissələrini bir-birinə yapışdıraraq pirajkiləri hazırlayıram. Hamısını eyni qaydada əlimlə üstündən bastıraraq genişləndirib içlik qoyub pirajkiləri hazırlayıram. Pirajkiləri hazırladıkca üstün örtürəm. Ümumilikdə yoğurduğum xəmirdən 10 ədəd pirajki hazırladım. Pirajkiləri bişirmək üçün tavaya bitki yağı töymüşəm. Bitki yağı qızmar olandan sonra hazırladığım ilk pirajkilərdən tavaya düzürəm tutduğu qədər. Qazın orta xodunda bişirirəm. Bir üzü qızarandan sonra çevirirəm. Hər iki üzünü ara sıra çevirərək bişirirəm. Mən pirajkiləri 1 stəkan qatığın ölçüsü ilə hazırladım, amma ailə üzvlərinizin sayına görə ölçüləri artıraraq daha çox hazırlaya bilərsiniz. Pirajkiləri mayasız xəmirlə hazırladım, amma buna baxmayaraq qabardıqca qabarır. Yumuşaq, çox dadlı pirajkilər alınır. Bişən pirajkiləri tavadan götürürəm. Digərlərini düzüb hamısını bişirirəm. Siz də tez bir vaxtda pirajki hazırlamaq istəyirsinizsə, bu reseptlə
Ailəniz üçün pirajki hazırlaya bilərsiniz. Həm az vaxt aparır, həm də çox asandır. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Sağ olun, yeni videolarda görüşənədək.